Salam, sabahınız xeyir olsun. 12 iyun 2026-cı il tarixidir. Yaz fəslinin 83-cü və Zülhicce ayının 26-cı günüdür. Həftənin cümə 5-ci günüdür. Cüməmiz mübarək olsun. Cümə ibadətlərimiz qəbul olunsun. Amin inşallah. 12 iyun günündə işləri arxasınca gedən, iş yerlərində, ofislərində işləri ilə məşğul olan, eləcə də evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, işəvatlığı, gözəl, dinc, qulaqlı bir gün keçirməyi arzu edirəm. Bununla yanaşı 12 iyun kimlər təhsili ilə məşğuldurlar, hər birinə, yəni məktəblər, orta ixtisas, ali məktəb tələbələrinə, eləcə də bütün təhsillə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, işəvatlığı arzu edilən, qarşılarına qoyduqları məqsədlərə, hədəflərə çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. Bununla yanaşı 12 iyun günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlarına can sağlığı, səbir diləyirəm və eləcə də 12 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm, bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm, bütün şəhid, qazi, əskər ailələrini, eləcə də Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlıqlı, gözəl, dinc, qulaqlı, sülh-əminamanlıqlı, firavanlıqlı, bol bərəkətli, rozili bir gün keçirmələrini arzu edirəm. 12 iyun günündə demək, kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 12 iyunda da tarixi günlər vardır. 12 iyunda baş verən tarixi günlər bunlar da 12 iyun 1550-ci ildə İsveç kralı 1. Gustav tərəfindən Helsinki şəhərinin əsası qoyulduğu gündür. 12 iyun 1665-ci ildə Yeni Amsterdam, New York adlandırıldığı gündür. 12 iyun 1830-cu ildə Fransa Əlcəzairin müstəmləkə edilməsinə başladığı 37.000 Fransa əskərini Əlcəzairinin Sidi Feruş sahilində yerləşdirdiyi gündür. 12 iyun 1867-ci ildə isə Avstriya Macaristan demək, imperiyasının yarandığı gündür. 12 iyun 1964-cü ildə isə Nelson Mandela Cənubi Afrika Respublikasının apartheid rejimi tərəfindən ömürlük həbsə məhkum edildiyi gündür. 12 iyun 1990-cı ildə RSFSR-in 1-ci Xalq Qurultayı deməli, RSFSR-in dövlət müstəqilliyi haqqında bəyannamə qəbul etdiyi gündür. 12 iyun 2014-cü ildə San Paulo'da futbol üzrə dünya çempionatının açılışı olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.